Sənə Rəbbin kimdir deyildikdə, Rəbbim Allahdır de. Sənə Rəbbin mənası nədir deyildikdə, ibadət edilən, yönəlinən, tərbiyə edəndir de. Sənə onu nə ilə bildin deyildikdə, onu ayətləri ilə və yaratdıkları ilə bildim de. Sənə onun yaratdıklarından gördüyün ən böyük şey nədir deyildikdə, göylər və yerdir de. Sənə onun ayətlərindən gördüyün ən böyük şey nədir deyildikdə, gecə və gündüzdür de. Buna dəlil isə uca Allahın bu ayəsidir. Doğrudan da Rəbbiniz göyləri və yeri 6 gündə yaradan, sonra da ərşin üzərində ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları öz əmrinə tabe edən də O'dur. Əslində yaratmaq da, əmr etmək də O'na məxsusdur. Aləmlərin Rəbbi Allah, ən əzəmətli, xeyri və bərəkəti bol olandır. Əraf 54. Sənə Allah isminin mənası nədir deyildikdə, bütün məxluqları üzərində Rəblik edən, bütün ibadətləri tək olaraq özünə yönləndirilməsinə haqq edən və ən gözəl ad və sifətləri özündə cəm edəndirdi. Sənə Allah bizi nə üçün yaratdı deyildikdə, ona ibadət etmək üçündür. Buna dəlil nədir deyildikdə, uca Allahın bu ayəsidir de. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Əz-Zariyat 56. Sənə Allahın sənə fərz etdiyi şeylərin ilki nədir deyildikdə, Allahdan başqa ibadət olunanları inkar edib, Allaha iman etməkdir de. Buna dəlil isə uca Allahın bu sözüdür. Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir. Bəqərə 256. Sənə möhkəm dəstək nədir deyildikdə, La ilahə illallahdır de. La ilahə inkar, yəni Allahdan başqa ibadət olunanları inkar edirik. İllallah isə isbat mənasındadır, yəni ibadətin bütün növlərinin ancaq Allaha olmasının isbatı. Sənə buna dəlil nədir deyildikdə, de ki, uca Allah belə buyurmuşdu. Bir zaman İbrahim öz atasına və qövmünə demişdi, mən sizin ibadət etdiklərinizdən uzağam, yalnız məni yaradandan başqa. Şübhəsiz ki, o məni doğru yola yönəldəcək. Zuhruf 26-dan 27-yə qədər. Sənə rübubiyyət tövhidi ilə üluhiyyət tövhidi arasındakı fərq nədir deyildikdə, rübubiyyət tövhidi, yaratma, ruzi vermə, həyat vermə, öldürmə, yağış yağdırma, bütün işləri idarə etmə kimi Rəbbin fellərində onu təkləşdirməkdir. Üluhiyyət tövhidi isə dua etməkdə, qorxuda, ümid bəsləməkdə, təvəkkül etməkdə, kömək istəmədə, qurban kəsməkdə və s. kimi ibadətlərdə onu təkləşdirməkdir. Yəni, bütün bu əməlləri yalnız Allah üçün etməkdir.